Bismillahirrahmanirrahim. Allahın Adəm əleyhissalama öyrətdiyi bəzi sözlər hansı sözlər olmuşdur? Allah Taala'nın Adəm əleyhissalama tövbə etmək üçün öyrətdiyi sözlərin hansı sözlər olduğu barədə təfsirçilər arasında fikir ayrılığı vardır. Ən güclü ehtimal bu sözlərin Əraf surəsinin 23-cü ayəsində deyilən sözlər olmasıdır. Həmin ayədə belə deyilmişdir: Ey Rəbbimiz, biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz şübhəsiz ki, ziyana uğrayanlardan olacağıq dedilər. Bəzi təfsirçilərin fikrincə bu sözlər aşağıdakı dua olmuşdur: Allahım, səndən başqa tanrı yoxdur. Sən paksan, sənə həmd olsun. İlahi, mən özümə zülm etdim, məni bağışla. Sən bağışlayanların ən yaxşısısan. Allahım, səndən başqa tanrı yoxdur. Sən paksan, sənə həmd olsun. İlahi, mən özümə zülm etdim, mənə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan. Allahım, səndən başqa tanrı yoxdur. Sən paksan, sənə həmd olsun. İlahi, mən özümə zülm etdim, mənim tövbəmi qəbul et. Sən tövbələri qəbul edən və mərhəmətlisən. Bu dua İmam Muhammed Baqir əleyhissalamın hədislərindən birində nəql edilmişdir. Biharul Ənvar, cild 11, səhifə 157. Quranın digər ayələrində buna bənzər ifadələr Həzrət Yunus əleyhissalam və Həzrət Musa əleyhissalamın da barəsində vardır. Həzrət Yunus əleyhissalam Allahdan onu bağışlamasını istədikdə belə buyurmuşdur: Allahım, sən paksan, müqəddəssən, mən zülm edənlərdən olmuşam. Ənbiya surəsi, 87-ci ayə. Həzrət Musa əleyhissalam barəsində isə belə deyilmişdir: Musa dedi: Ey Rəbbim, mən özümə zülm etdim, məni bağışla. O da onu bağışladı. Qəsəs surəsi, 16-cı ayə. Məsum imamlardan nəql edilmiş bir çox hədisdə qeyd edilmişdir ki, Allah Taala ən gözəl bəndələrinin Muhammed salavatullah, Əli əleyhissalam, Fatimə salamullah əleyhə, Həsən əleyhissalam və Hüseyn əleyhissalamın adlarını Adəm əleyhissalama öyrətmiş. O da Allahı həmin adlara and verərək bağışlanmasını diləmiş. Allah da onu bağışlamışdır. Biharul Ənvar, cild 11, səhifə 191-dən 192-yə qədər. Bu üç ehtimal bir-biri ilə qətiyyən ziddiyyət təşkil etmir. Çünki hər üç ehtimalda deyilmiş sözlərin hamısının Adəm əleyhissalama öyrədilməsi də istisna edilmir. O da öz növbəsində Allahdan bağışlanma diləməsi üçün bu sözlərin hamısını öyrənib, mənəvi cəhətdən tam hazır olduqdan sonra bağışlanma diləmiş, Allah da onu bağışlamışdır. İkinci, enin, əmr feili nə üçün 2 dəfə təkrar edilmişdir? Haqqında danışdığımız və daha əvvəlki ayələrdə Adəm əleyhissalamın həm tövbəsindən qabaq, həm də sonra ona və zövcəsinə yer üzünə enin deyə əmr edilmişdir. Bu feilin 2 dəfə təkrar edilməsinin təkid məqsədi güdməsi, yoxsa 2 fərqli məsələyə işarə etməsi təfsirçilər arasında mübahisəli məqamlardandır. Ayənin zahirindən belə başa düşülür ki, Adəm əleyhissalam tövbəsinin qəbul edilməsindən sonra yenidən cənnətdə qala biləcəklərini düşünməsin deyə bu feil 2-ci dəfə təkrar edilmişdir. Yəni tövbələri qəbul edilsə də onlar yerə enməlidirlər. Bunun da səbəbi o idi ki, ya onlar məhz bu məqsəd üçün yaradılmışdılar, ya da yerə enmək onların gördüyü işin qaçılmaz nəticəsi idi. Tövbənin qəbul edilməsi həmin nəticəni dəyişdirməz. Üçüncü, enin əmr feili kimə xitab edilmişdir? Adəm əleyhissalam ilə Həvvanın 2 nəfər olduğunu nəzərə alsaq, onda onlara xitab olaraq ərəb dilindəki ikilik kateqoriyasından istifadə edilməli və feil ikinci şəxsin təsniyəsində ikilik kateqoriyasında verilməli idi. Lakin onların yerə enməsi gələcəkdə övladlarının da dünyaya gəlməsi ilə nəticələnəcəkdir və bu səbəbdən də enin feili ikinci şəxsin cəmində verilmişdir. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.